Hamınızın bayramınız mübarek olsun. Bu Ramazan ay boyunca elədiyiniz ibadətləri, duaları, tuttuğunuz orucları, namazları Allah qəbul eləsin. Çox mübarək bir gündür, çox mübarək saatlardır. İlin ən fəzilətli günlərindən biri Fitr bayramı günüdür. Peyğəmbər buyurur ki, Fitr günü nadə munadin, bir carçı nida eləyər. Eyyuhəl mu'minun, ey möminlər, uğdu ilə cəvaizikum, tələsin mükafatlarınızı almağa. Soruşdular ki, Ramazan ayının mükafatı Qədr gecəsində verilmir. Buyurdu ki, xeyr, insan bir işi görüb bitirməmiş onun muzlun verməzlər, onun mükafatını verməzlər. Ramazan ayının orucu bitdikdən sonra Allah mükafat paylayır. İndi biz bilmirik göylərdə nə xəbər var. Göyün mələkləri oruç tutanlara fəxr eləyir. Bugün ibadət eləyənlərə fəxr eləyir. Biz bu bir ay ərzində imtina elədik. İmtina eləməyi bacardıq. Allah bizə lütf elədi. Biz bəzi istəklərimizə yox deyə bildik. İnsan imtina etməyi bacardığına görə insandır. İnsanı digər canlılardan fərqləndirən ən başlıca xüsusiyyət imtina eləməsidir. Bir şeyi istəyib eləməməsidir. Bu insanı digər canlılardan ayırır. Ona görə bayrama Fitr bayramı deyirlər. Çünki insan fitrətinə qayıdır, öz kimliyini tapır. Müasir dövrdə, 21-ci əsrdə ən böyük böhran kimlik böhranıdır. Bəşəriyyət insan kimlik böhranı yaşayır, kimliyini tapa bilmir. İnsan mən kiməm sualına cavab tapa bilmir. İnsanın bu sualına cavab tapılarsa, bütün problemləri həll olunar. İnsan barədə ən müxtəlif təriflər deyirlər. Hərə insan haqqında bir konsepsiya irəli sürür. İslamın da özünə məxsus konsepsiyası var. İslamın nəzərinə görə insan ilahi ruh daşıyıcısıdır. İnsan ən əzəmətli varlıqdır. Allah insana öz ruhundan üfürüb. Quranda yeganə varlıqdır ki, İnsan Allah onu yaratdıqdan sonra özünə bərəkallah deyir. Deyir, təbarəkəllah, əhsanul xaliqin. Yaradanların ən gözəli olan Allah necə mübarəkdir. Həqiqətən də insanı yaradandan sonra Allah özünü öyür, özünü tərifləyir. Çünki insan cisimlə ruhun vəhdətidir. Və cisminin ruhunun itayətinə gətirə bilsə, insan göyləri fəth eləyər. İnsan elə bir zirvəyə ucalar ki, mələklər aşağıda qalar, mələklər başına təvaf eləyər. Biz bu bir ayı, bax, belə bir halda yaşadıq. Dünyadaykən, bədənimiz dünyadaykən, ruhumuz mələklərin aləmində idi. Allah yeryüzünə bir nurani süfrə sərmişdi. Duaytum fihi ila ziyafətillah. Bu ayda Allah qonaqlığına dəvət olunmusunuz. Biz bu bir ay ömrümüzün ən xoş günlərini yaşadıq. Cənnətdə yaşadıq, cənnət fəzasında nəfəs aldıq. İndi də ayrılıq anlarıdır. Ayrılıq anlarıdır və Allahdan bugün istəyək, Allah bizi öz yanından buraxmasın. Çünki biz hər il günah toruna düşürük, nəfs toruna düşürük. Allah düzdür, yenə bizi qəbul eləyir, amma biz xəcalət çəkirik. Utanaraq yenə Allahın dərgahına gəlirik. Allah yenə Ramazan ayının qapısını bizim üzümüzə açır. Amma bəzi qonaqlar var ki, qapı bağlananda, qapı açılanda hamı çıxsın, Allah deyir ki, siz qalın. Siz qalın və Ramazan ayından sonra da biz bir yerdəyik. Bax, bu seçilmiş insanlardır. Allah bəzilərini saxlayır, bəziləri arxa çevirib gedir. Dua eləyək ki, biz arxa çevirib gedənlərdən olmayaq. Nəhayət ki, ömrümüzdə bir dəfə qalaq Allahın yanında və həyatın şirinliyini dadaq. İnsan kimi yaşamağın nədən ibarət olduğunu hiss eləyək, xoşbəxt yaşayaq. Bugün görün, qunut duasında Allah nəyə icazə verib bizə? Görün, nə dua eləyirik? Allahümmə inni əsəlükə
xeyra ma sa'alaka bihi ibadukas salihun. İlahi səndən istəyirəm o şeyləri ki, salih bəndələrin səndən istəyirdi, ən xeyirlisini mənə də verəsən. Yəni Ramazan ayı bizi qaldırdı o səviyyəyə ki, biz salihlərin duasına şərik olaq. Onlara nə verəcəydin? Görün duanın əzəmətinə baxın. Peyğəmbər və əhl-i beytini daxil etdiyim bütün xeyirlərə məni də daxil elə. Bu bir ayın orucunun nəticəsində, deyir bayram namazının qunutunda icazə verirəm belə dualar eləyəsən. Böyüklərin duasıdır bu. Nəhayət ki, biz kiçilikdən qurtardıq, biz qəfəsi qırdıq və ruhumuz pərvaz elədi. Allah icazə verdi ki, böyüklük istəyin, ucalıq istəyin. Bu Ramazan ayının bərəkətidir. Əlvida ey mübarək Ramazan ayı, ey o ay ki, nəfəsimiz səndə təsbih idi, yuxularımız ibadət idi. Bir ayə Qurandan oxuduğumuz zaman bir Quranı xətm eləmək savabını əldə edirdi. Bu fürsət əldən çıxdı, amma Allahla yaşamaq fürsəti həmişə var. Allahla yaşayıb, Allahla dost olaraq yaşamaq fürsəti var və xoş aqibət belə insanlarındır. Xoş aqibət o insanlarındır ki, qısa ömrü Allaha itayətdə keçirir və axirətdə də xoşbəxtlərdən olur. Necə biz bugün Ramazan ayını bir ömür təsəvvür eləyək, axırında bayram keçirdirik. Ömrümüzü də belə yaşasaq, valla qiyamət bizim bayramımız olar. Qiyamət günü qəlblərimiz şad olar. Qiyamət günü kiminsə bayramıdır, kim üçünsə qəmli bir gündür. Allah buyurur ki, o gün bəzi üzlər güləcək, bəzi üzlər qaralacaq. Dua eləyək ki, Allah qiyaməti bizə bayram qərar versin. Necə indi bizə mükafat paylayır, eləcə də qiyamət günü də bizə mükafat paylasın. Çünki Allah hədislərdə buyurulur ki, oruç tutan 2 dəfə sevinir. Bir iftar zamanı, bir də Allahla görüşə gələn zaman. Ürəklər titriyəndə, ayaqlar əsəndə, üzlər qaralanda oruç tutanların ürəyi buz kimi olur. Şad halda Allahın görüşünə gəlirlər və Allah onlara nə mükafat versə yaxşıdır. Allah buyurur ki, oruç tutana heç nə tapmadım mükafat verim. Dünyada bir qarşılıq yoxdur. Cənnət də azdır. Oruç tutana görün nə verirəm. Buyurur ki, oruç tutana özümü verəcəm. Oruç tutan mənimlə görüşə layiq olacaq, oruç tutan mənə qovuşacaq. Qiyamət günü oruç tutanlar Allahın görüşünə şad olan halda məhşərə gələcəklər. Allah bu xoşbəxtliyi bizə nəsib eləsin. Bugün həm də müsəlmanların vəhdət günüdür. Bugün dünya müsəlmanlarının vəhdət günüdür. Bugün təəssüf ki, dünyada görünən mənzərə ürək açan deyil. Dünya çox fərqli bir vəziyyətdədir. Elə bir mərhələni adlayıb yeni bir mərhələyə keçid eləmək istəyir və oruc fəlsəfəsi bu dünyaya nicat verəcək. İnsanın doğru tərifi bu dünyaya nicat verəcək. İnsanın düzgün tərifi dünyaya nicat verəcək. Belə bir böhran vəziyyətində insan kimliyi çox önəmlidir. Və Ramazan ayından mövcud dünyanın vəziyyətini uzlaşdırsaq, görərik ki, bu qara zülmət dünyanı oruç tutanlar, ibadət edənlər, Allaha yaxın olan insanlar abad eləyəcəklər, onlar dünyaya xoşbəxtlik gətirəcəklər və Allah eləsin ki, biz də o insanların cərgəsində olaq. Artıq 2-ci ildir ki, biz mübarək Ramazan ayının bayramını qalib bir xalq kimi qeyd edirik. Biz qələbə qazanmışıq. Biz nəhayət ki, tapdaq altında olan həm torpaqlarımızı, həm də qürurumuzu yenidən bərpa eləmişik. Böyük bir qələbədir bizim üçün və buna görə də biz şəhidlərimizin ruhuna borcluyuq. Hər dəfə bayram günlərində də, hər münasibətdə də biz şəhidlərimizi yad etməliyik. Onların müqəddəs ruhu qarşısında baş əyirəm. Bir daha onların müqəddəs ruhunu böyük ehtiramla yad eləyirəm. Bəzi şəhidlərimiz vardı ki, bizimlə bayram namazlarında hər il iştirak edirdilər. İndi aramızda yoxdular, amma onlar bizdən daha yaxşı yerdədirlər. Allah buyurur, "Lə təhsəbənnəl-ləzīnə qutilu fī səbilillah əmvətən." Allah yolunda öldürülənləri ölü zənn etməyin. Bəl əhyaun, onlar diridirlər və ən gözəl söz ayənin zirvəsi budur. İndə Rabbihim, onlar Rəblərinin yanındadılar. Bax, bu ində Rəbbihim var, Allahın yanında olmaq, ariflərin arzusudur. 100 il insanlar var bu arzu ilə yaşayır ki, axırda Allahın yanında qərar tutsunlar. Şəhid bir anda bütün hicabları yararaq gedir, o zirvəyə ucalır, o məqama çatır və indi onların ruhu şaddır və bizə tamaşa edirlər, bizim üçün dua edirlər. Mən bir daha onların müqəddəs ruhu qarşısında baş əyirəm. Mən onların ailələrinə, dəyərli, izzətli, hörmətli ailələrinə səbir diləyirəm, həm də göz aydınlığı verirəm ki, nə xoş halınıza ki, Allah sizdən, sizin ailənizdən torpaq uğrunda, Azərbaycanımız uğrunda
qurban qəbul elədi. Bu il mənim üçün əlamətlərdir, həm də bir il ötür, keçən il bu vaxtı mən Şuşada Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılmaq mənə nəsib oldu. Bu Allahın sonsuz lütfüdür, sonsuz rəhmətidir. Bizim yuxularımız gerçəkləşdi və mən orada namaz qılarkən şəhid ruhlarının orada dolaşdığını hiss elirdim. Allah buna şahiddir ki, hiss elirdim və ömrümün ən xoşbəxt, ən həyəcanlı anlarımı yaşayırdım. Allaha həmd edirəm ki, bu tarixi hadisədə iştirak eləmək nemətini də Allah mənə nəsib elədi. Allah hamımıza nəsib eləsin. Allah bütün işğaldan azad elədiyimiz torpaqlarda olan müqəddəs məkanlarda ibadət eləmək, oraları ziyarət eləmək, bütün arzusunda olanlara hər birinizə qismət eləsin inşallah. Çox vaxt almaq istəmirəm, bir daha təbrik edirəm. İnşallah bilmirəm, bayırda namaz qılmayan qalıbsa, çalışacaq ki, ikinci dəfədə içəridə namaz qılmaq şəraiti yaradılsın, bayramımız mübarək olsun, Allah dünyamızı, ahirətimizi abad eləsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk. Bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil Hüseyin ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Bu namaza cəm olan, dünyanın hər yerində ibadət edən möminlərin dua ibadətlərini qəbul elə. İlahi, aqibətimizi xətmə bi xeyr elə. İlahi, gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Gələn ildə mübarək Ramazan ayında oruç tutmaq, ibadət eləmək nemətini bizə nəsib elə. İlahi, verdiyin nemətləri əlimizdən alma. Doğma Azərbaycanımızı, vətənimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. Torpaqlarımızı işğaldan azad eləmək üçün torpağımızın hər qarşı uğrunda qan verən, can verən şəhidlərimizin müqəddəs ruhun bizə duaçı qərar ver. Onların müqəddəs ruhu qarşısında qiyamət günü bizi xəcalətdə eləmə. Bizi şəhidlərimizdən, onları da şəhidlər sərvərindən, Seyyid-i Şühədadan ayrı salma. Yaralı əskərlərimiz, qazilərimiz hələ də var, müalicə olunurlar. Sənə and verirəm, öz izzəti və onlara tezliklə şəfa mərhəmət elə. Ordumuzun gücün, qüdrətin günü-gündən daha artıq elə. Əskərlərimizi, zabitlərimizi, ordumuzu düşmən gülləsindən, namərd gülləsindən hifz elə. Dövlətimizi, xalqımızı günü-gündən daha da firavan elə. İmam Zaman ağanın mübarək olan qəlbimizdən razı elə. Ağamızın zuhurunu tez elə. Haqqı Muhammedin və alihi tahirin və bi haqqı surətil mübarəkətil Fatihəti məs salavat.